Salamlar dəyərli izləyicilər. Bu günlərim sizlər üçün səhifəmizdə paylaşılan videolara gələn narahatçılıqlar, bəzi narahatçılıqlar daha doğrusu, onlar haqqında məlumat verib aydınlıq gətirmək istəyirəm. Bir çox izləyicilər son zamanlarda bildirirlər ki, yəni daha çox etiraz edirlər, videolar paylaşırıq satış məqsədi ilə və müştərilər yazanda artıq bildiririk ki, avtomobil ya satılıb, ya başqası üçün bron olunub və yaxud da ki, digər məsələlər. Bəzi izləyicilər bunu düzgün anlaya bilmirlər. Ona görə də istəyirəm ki, buna bir aydınlıq gətirim. Baxın, belə bir şey deyim sizə. Səhifədə paylaşılan videolar bir neçə xarakterli olur. Məlumat xarakterli olur, satış xarakterli olur və yəni nümayiş xarakterli olur. Məlumat xarakterli videolar hal-hazırda məsələn indi danışdığım videodur, gömrük rüsumları haqqında danışılan videolardır və digər videolardır ki, onlardır. Nümayiş xarakterli olan videolar, baxın, gömrük məntəqəsində olan videoların %99%-i nümayiş xarakterli videolardır. Yəni ki, gömrük məntəqəsində videolar paylaşıram. Orada avtomobil haqqında, avtomobilin komplektasiyası haqqında, gəlmə vəziyyəti haqqında, ümumi sostoyaniyası haqqında məlumat verilir. Və müştərilərdən, izləyicilərdən yazırlar ki, bu avtomobili almaq istəyirik, bu avtomobil neçəyədir və normal olaraq məlumat verirəm ki, bu avtomobillər artıq satılıb. Və buna bəzi izləyicilərimiz narahatçılıqlarını bildirirlər ki, nə oldu elə biz yazırıq satılıb, hər dəfə soruşanda satılıb. Baxın, gözəl insanlar, bu gömrük məntəqəsindəki avtomobil varsa demək ki, bu artıq 3 ay müddətində yol gəlib. Və bunu da sifariş edən müştəri olub. Müştəri sifariş edib, biz gətirmişik və gömrük məntəqəsində biz bunu sadəcə nümayiş etdiririk ki, baxın, biz avtomobil gətirmişik, bu vəziyyətdə gətirmişik, bu komplektasiyada avtomobil gətirmişik. Yəni işimizi göstərmək üçün paylaşırıq. Və satış xarakterli videolarımız da olur. Məsələn, Koreyada çəkilən videolardır, onların üstündə qiymətlər yazılır artıq, kommentariya hissəsində də baxsınız, orada qiymətlər qeyd olunub. Yəni, digər məlumatlar da qeyd olunur. Bunlar artıq satış xarakterli videolar olur. Və burada belə bir kiçik bir nüans var ki, TikTokda, əgər TikTok və yaxud da ki, Instagram, digər platformalarda paylaşırıq videoları və burada müəyyən bir kütlə var. Yəni, elə video var, minimum olarımızı 500 nəfər izləyir, elə video var 5000 nəfər izləyir, elə video var 15000 nəfər izləyir və siz burada artıq 500-cü, 1000-ci izləyən şəxs olanda artıq yazanda biz sizə satılıb, yəni bu normal bir şeydir. Yəni çünki sizdən əvvəl bir çox insan buna baxıb və TikTokda, Instagramda paylaşılan videolar müəyyən bir müddətdən sonra da paylaşıla bilər. Əsas yəni almaq üçün, avtomobil almaq istəyirsinizsə və yaxud da ki, avtomobil ticarəti ilə məşğulsunuzsa, mən sizə məsləhət görərəm ki, mənim və yaxud da ki, bizim şirkətində WhatsApp qruplarında izləmə eləyəsiniz, WhatsApp kanallarında izləmə eləyəsiniz ki, çünki birinci növbədə avtomobillər orada paylaşılır, orada satışa çıxır, orada ətraflı məlumatlar verilir, orada yoxlanış videoları olur, ətraflı çəkiliş videoları olur və yaxud da ki, encar.com saytından nümunə olaraq yoxlanılmamış avtomobillər də paylaşılır, yəni münasib qiyməti olan avtomobillər. Orada artıq müştəri yazanda anındaca yerində ona cavab verilir. Amma oradan götürüb, məsələn, videonu TikTokda paylaşanda artıq müəyyən bir kütlə baxandan sonra siz baxırsınız və yaxud da ki, olur, əslində orada da olur, birinci yazan müştəri avtomobili əldə edə bilir. Bu, yəni, çox olur bu kimi hallar. Yəni, demək istədiyim odur ki, buna görə narahatlıq verməyə ehtiyac yoxdur. Yəni, biz satılmış avtomobili də paylaşmırıq və yaxud da ki, bizim məqsədimiz olsa avtomobili satmaqdır, avtomobili ölkəyə gətirməkdir. Bunun, yəni, burada bir mənfəətimiz yoxdur ki, sizə deyək ki, satılıb. Satılıb, eyni sözlər deməkdə bir mənfəətimiz yoxdur. Sadəcə TikTokdur, Instagramda bunlar hamısı işimizi nümayiş etdirmək üçün bir vasitədir. Yəni, avtomobillə real maraqlanan insanlar ofisimizə buyura bilərlər, ofisdə görüşə bilərik, WhatsAppda yaza bilərlər, nömrələrimiz hamısı aktivdir. Bu kimi halları aydınlıq gətirmək üçün video çəkirəm və sizə bildirmək istəyirəm ki, bundan görə narahatçılıq etməyə və yaxud da ki, pis olmaya ehtiyac yoxdur. Ən gözəl variant
səhifədə nömrəm var, qeyd edə bilərsiniz, sizi qruplara qoşa bilərəm və qrupda artıq auksion avtomobilləri də görə bilirsiniz. Eyni zamanda hazır satışda olan avtomobilləri də görə bilirsiniz. Yerindəcə yazsaz, əlimizdən gəldiyi qədər sizə kömək edə bilərik və eyni zamanda axtardığınız avtomobil yoxdursa, qrupda görmürsünüzsə, qeyd edə bilərsiniz, sizin üçün axtarıb tapa da bilərik. İnşallah ki, videonun sonuna qədər dinlədinizsə də hər birinizə təşəkkür edirəm. Sağ olun.